Bismillahirrahmanirrahim. Bəhsimiz təvhid barəsindədir. Nədir təvhid? Təvhid, Allahı tək bilmək, ona şərik qərar verməmək. Həm əqidədə, həm də əməldə. Təvhid, Allahın təkliyinə şəhadət verib, əqidəmizdə bunu qəbul etmək və əməldə bunu göstərmək. Təvhidin tərifindən sonra, təvhidin hansı mövzusunda ixtilaf olduğunu və bəzilərinin digər müsəlman qardaşlarını şirkdə və Allahdan başqasına ibadət etməkdə ittiham etdiyini izah etməmişdən qabaq, təvhidin növləri və qismləri barəsində danışacağam. Təvhidin növləri və qismləri bizim üçün aydın olandan sonra, hansı təvhid barəsində bəziləri, şiələri, hətta əhl-i sünnə qardaşlarımızı şirkdə ittiham etdiyi sizin üçün aydın olacaq. Təvhidin növləri. 1. Zatda təvhid. Adı belədir. Allahın zatında təvhid əqidəmiz olmalıdır. Yəni, Allah təkdir, şəriki yoxdur. Sadə, Qur'an-ı Kərimin İxlas surəsi. Qul huvallahu əhəd. De, Allah təkdir. O Allah təkdir. 2. Yaradılışda təvhid. Yəni, xaliqiyyətdə də təvhid deyirlər buna. Allahdan başqa müstəqil yaradan yoxdur. De, Allah hər şeyin xaliqidir. Rəd surəsi 16-cı ayə. Niyə dedik müstəqil? Çünki Allahın izni ilə digər yaradanlar da var. Necə ki, bəziləri deyəndə siz imamlar barəsində elə şeylər danışırsınız ki, onlar bəzi şeylər bacarırlar, deyilir ki, müstəqil formada yox. İsa əleyhissalam da yaradandır, xaliqdir, amma Allahın izni ilə. 3. Rububiyyətdə və idarəçilikdə təvhid. Kainatı müstəqil idarə edən onun maliki və Rəbbi Allahdır. Yunus surəsi 3, Səcdə 5. O göydən yerə qədər olan bütün işləri idarə edir. Yaxud da ki, Rabbil aləmin kəlməsi ki, Qur'anda gəlmişdir. Bütün aləmləri idarə edən, tədbir tökən Allahdır. Yenə də dedim müstəqil. Niyə? Çünki Allahın izni ilə kainatın bəzi işlərində Allahın icazə verdiyi şəxslər də müəyyən işlər eləyə bilərlər. Necə ki, Allah Teala özü Qur'an-ı Kərimdə, Naziyyat surəsində bəzi tədbir tökən, idarə edən mələklərdən danışır. Fəl-müdəbbirati əmra. 4. Qanunvericilikdə təvhid. Qanunlar və hüquqlar yalnız Allah tərəfindən müəyyən olunur. Yusif surəsi 40-cı ayə. Hökm ancaq Allahındır. Hökm verən, qanun qoyan yalnız Allahdır. 5. İtaətdə təvhid. Allahdan başqasına itaat etmək, boyun əymək olmaz. Bəyyinə surəsi 5-ci ayə. Halbuki onlara yalnız bu əmr edilmişdir ki, öz dinlərində, itaətlərində Allaha ixlasla və haqqa dönərək ibadət etsinlər, itaat etsinlər. 6. Hakimiyyətdə təvhid. İnsanlar üzərində hakimlik, rəhbərlik yalnız Allaha məxsusdur. Hökm yalnız Allahındır. İbadətdə təvhid axırıncı. İbadət yalnız Allaha məxsusdur. İbadət olunmağa layiq olan varlıq yalnız və yalnız Allahdır. Hər gün namazda oxuduğumuz Həmd surəsinin, Fatihə surəsinin 5-ci ayəsi. İyyəkə na'budu və iyyəkə nəstə'in. Yalnız sənə ibadət edirik, yalnız səndən kömək diləyirik. Bu təvhidin qismləridir. Başqa qismlər də var. Mən qısa, əsasən üstündə bəhs açacağımız təvhid bəhsləri bunlardır. Və ixtilaflı olan məsələ, haqqında qanlar tökülən, fətvalar verilən, digər müsəlman qardaşlarının şirkdə ittiham olunan ibadətdə təvhiddir. İbadətin tərifi nədir? İbadət nəyə deyilir? Bəziləri ibadətin tərifini elə veriblər, sırf əyilmək, bir yeri öpmək, təbərrük etmək, ziyarət etmək. Bax, bütün bu əməllərə şirk adı, ibadət adını qoyaraq şirk hesab ediblər. Amma biz ibadətin tərifində izah edəcəyik inşallah. İbadətdə, təvhiddə dedikləriniz heç bir ibadətlə ziddiyyət təşkil etmir.